Salam əziz, dəyərli izləyicilər. Bugün sizə Qoç bürcünü təqdim edirəm əzizlərim. Bax, içinizdə bir ağır bir çəkdiyiniz baba. Bəlkə də buradan görsənmir kameradan yaxşı. İçiniz o qədər ağırlaşmış ki, yəni İçinizdə çəkdikləriniz var, əziz Qoç. Bu həftə sən sanki həyatın iki fərqli qütbündə gəzirsən. Bir tərəfdə arzuların var, hədəflərin var, yeni yollarınız. Bax, digər tərəfdə isə səni çəkib saxlayan köhnə bağlar, yorucu münasibətlər, bitməyən öhdəliklər. Ancaq unutmayın ki, sən bu həftə öz taleyini seçmək gücünə sahibsən. Yəni sənin elə güclü, doğrudan da gözəl bir bacarığın var. Bax, ev, ailə, hər sükutun arxasında bir fikir, hər fikrin arxasında bir sir var əzizim. Bu həftə evdə sakit görünən, amma emosional gərginliklərlə dolu anlar yaşaya bilərsiniz. Ata və ya ailənin böyüyü kişisi, yəni onunla bağlı məsələ gündəminizə zəbt edə bilər. Bu və ya sağlamlığıyla da ya da qərarlarla bağlı bir şey olacaq. Yəni evdə kimin sözünün keçməsinə dair gizli bir mübarizə yaşana bilər. Amma sənə düşən tarazlığı qorumalısınız. Əgər ailədə uşaqlar varsa, əzizim, onların gələcəyi ilə bağlı bax, önəmli qərarlar gözlənilir. Təhsillə əlaqəli, köçlə və ya istiqamət dəyişməsindən də ola bilər əzizim. Əziz Qoç, bax, ailə içində səni susmağa, yəni deyərdim, fikirlərini gizlətməyə vadar edən biriləri var əzizim. Amma bu həftə biraz səssiz qalmalısınız. Daxili narahatlığını üzə çıxart. Çünki sən susduqca daxildə yığılan partlayışa səbəb ola bilər. Yəni içinə o qədər atırsan ki, əziz Qoç. Bax, qohumlar arasında, qonşular arasında üzünə gülənlər, arxanda səni dedikodu edib ölçənlər var. Yəni bəlkə də bunu bilirsiniz sizin, çünki hissiyatınız güclüdür əzizim. Bu həftə yaxın qohumlardan biri xüsusilə ola bilər, bəlkə də böyük bacı da ola bilər, xala da ola bilər. Qohum qadın sənin qərarlarına qarşı çıxa bilər. Hərçənd ki, bunu yaxşı niyyətlə etdiyini desə də, əslində sənin iradəni sınamaq istəyəcək. Bax, burada deyərdim ki, qonşularla əlaqəli kiçik bir anlaşmamazlıq böyük söhbətlərə səbəb ola bilər. Kiminsə sənin ailə həyatında və ya şəxsi işlərinə burnunu soxması ehtimalı var. Biraz səbirli ol, amma sərhədlərini də pozmağa imkan vermə kimlərisə. Və əziz Qoç, bu həftə iş həyatında maraqlı bir qədər də gərgin dönəmdən keçəcəksiniz. İş yerində bax, rəqabət artacaq. Bir yandan bax, yeni təkliflər, bir yandan sizə qarşı gizli rəqiblər çıxacaq. Ola bilər siz bəlkə də qulaq asırsınız, rəhbər mövqedəsinizsə əgər, sənə inam artacaq. Amma bu inamı sındırmaq istəyən biri də çıxacaq. Yəni, paxıllıq hissi olacaq, qısqanclıq hissi olacaq. İstəməyəcəklər sizi sevsinlər. Xüsusilə kişilərdən biri sənin liderliyini qısqanacaq. Yox, əgər siz işçisinizsə, tabe mövqesindəsinizsə, bu həftə məsuliyyət artımı olacaq və bir imkan veriləcək sizə. Amma unutma, bunun elə bir davamlığı sənin əzmindən asılıdır. İşlə də əlaqəli vacib bir görüşünüz ola biləcək, imza məsələləri ola biləcək, müqavilə, sənəd, yeni layihə, hər şey 2 dəfə yoxla. Biri sənə gözəl danışsa da, məqsədi tam səmimi olmaya bilər. Bunu biraz dərindən düşünün. Münasibətdə olan biriləri, yəni bu həftə emosional bir dərinlik, qərarsızlıq iç-içə ola bilər.
Partnyorunla bir məsələni təkrar danışmaq ehtiyacı yaranacaq sizlər üçün. Amma diqqətlisən, düzdür. Dinləmədikcə qarşı tərəfi hər bir şey qapanır. Əgər son günlərdə aranızda məsafə olubsa, əzizim, bu həftə bir barış, son qərar həftəsi də elə bir. Ya da bir sağlam bağlar qurmaq istəyəcəksiniz. Ya da öz yollarınıza sakit ayrılmaq qərarını verəcəksiniz. Bax, tək olan qoçlar. Keçmişdən bir nəfər yenidən ortaya çıxa biləcək. Yəni, onu da bilmədim deyə bilər, amma sual budur ki, sən onu bağışlaya biləcəksənmi? Bax, bu var. Bəzi siz qoçlar var ki, yəni artıq bağışlaya bilmirsiniz. Amma eyni bir zamanda, eyni bir zamanda yeni bir tanışlıq, sosial mühit və ya iş əlaqəsi vasitəsilə bu baş verə bilər. Amma bu insan biraz fərqli ola biləcək. İlk baxışda uyğun görünsə də, nə bilim, daxildə maraqlı bir enerji sizdə doğa bilər ona qarşı, amma yenə də diqqətli olun. Bax, intriqalar, gizli düşmənlər, yəni sizi məhv etmək istəyiblər, məhv edə bilməyiblər. Susturmağa çalışırlar artıq sizi. Bunu biləcəksiniz. Bu həftə səni açıq şəkildə deyil, dolayısı yollarla susturmaq istəyəcəklər. Bax, biriləri var. Biraz ona diqqət et. Onun məqsədi sənin özünə olan inamını sarsıtmaq. O insan biraz mehriban görünə bilər, amma yenə də siz ayıq olun. Ətrafda sizi təqlid edən, amma uğurlarını görüb paxıllıq edən biri var, əzizim. Əgər bu şəxs qadındırsa, yəni onun gülümsəməsi ilə əlaqəli bir aldanma var. Yəni aldanma var bu gülmənin altında. Yəni səni başqalarının gözündə kiçiltməyə çalışan gizli oyunlara qarşı biraz bu həftə, əzizim, açıq ol. Gəlir, bax, gözlənilməz yerdən gəlir gələ bilər. Amma xərclərinizə də diqqət edin. Çünki xərclərinizi də artıqlamasından edə bilərsiniz. Pul məsələlərində həm ümidverici, həm də biraz ehtiyatlı olmalısınız. Elə bir həftədə dövrdəsiniz, əzizim. Keçmişdə etdiyin bir əməyin qarşılığını, keçmişdən gələn bir pul, yəni maddiyyat gələ bilər əlinizə. Bu, bəlkə də köhnə borcun qayıtması da ola bilər. Keçmiş layihənin ödənişi də ola bilər. Uzun müddətdir gözlədiyin yardım da ola bilər, əzizim. Amma xərclərdə kəskin şəkildə arta bilər, əzizim. Texnika, ev əşyası və ya uşaqla bağlı xərclər qəfil səni sınağa çəkə bilər bu həftə. Əlavə borc almaq fikrindəsənsə, bir daha düşün. Mən deyərdim, bu həftə borc alma. Yenə məsləhət sizindir. Yəni, ruh halını, daxili dünyanı sakitliklə, sükutla dəyişirsən. Amma bunu heç kim başa düşmür. Bu həftə daxilində dəyişiklik, belə özünə qarşı, qırağa qarşı dəyişiklik hiss edəcəksiniz. Elə bir şeylərə qarşı həvəsin azala bilər. Var qoçlarda ki, bir də görürsünüz ki, bir iş eləyirsiniz, axıra kimi hamıya şamil deyil, əzizim. Bir də bir şey eləyirsiniz, onu qoyub başqa işə keçirsiniz, yəni həvəsdən düşürsünüz. Bu həftə də bəzilərinizdə həvəsiniz azala bilər, amma bu depressiya deyil deyərdim, daxili transformasiyanızdır. Bəzən danışmaq istəmirsiniz, istəməyəcəksiniz də bu həftə. Özünlə baş-başa qalmaq istəyəcəksin, təbiətdə gəzmək istəyəcəksən, bəlkə də gözəl bir filmə baxmaq istəyəcəksən. Biraz bəzinizdə, əzizim, sıxıntılarınız var, sıxıntılar. Deyərdim, bax, yolunuz da var. Bəziniz kilonla əlaqəli narahatsınız, dietoloqa gedəcəksiniz, yenidən başlanğıclar, amma çox yoruldunuz. Biriləri yanında ağlamış vaxtı ikən, amma onun anidən yüksəlməyinə təəccüb edə biləcəksiniz. Yəni, demək, oyun oynayırmış yanınızda, amma öz işlərini həll edirmiş. Həyatınızda yenilənmə ola biləcək, birilərinə şübhən olacaq, təkliflər gəlir, çarəsiz qaldığım gün ola bilər, peşmançılıqlarım var. 3 iş yeri dəyişdirə bilərsiniz və ya dəyişdirə gedirsiniz. İş yerlərində alın tərinlə, sizin alın tərin qazancınızı yedilər. Rəsmi yerdə işiniz, bəlkə məhkəmən
heç kimin dəstəyi olmadan artıq səni çox qırmışlar. Qarşı tərəfin yalanlarını görəcəksən. Lakin anidən sizə dəstək ola biləcək bir yerdən. Hesab sormaq istəyə bilərsiniz birindən. Üçüncü şəxs çox əngəl edir. Əgər ailəlisiniz və sevgilin var, sevdiyin var, onunla sizin aranıza girmək üçüncü şəxs var, girmək istəyir. Durduğunuz yerdən qalxacaqsınız. İşindən yavaş-yavaş yəni qalxacaqsınız, yüksələcəksiniz. Həm də bilirsiniz ki, hər kəsin baxdığı bir pəncərə var deyirsiniz. Gözünüz açılmağa başlayacaq. Fürsətlər, karyeralar başarılı olacaqsınız. Dedikodu edənləri geridə qoyacaqsınız. Amma geridə qoyaraq öz hədəfinizə doğru gedəcəksiniz siz. Möcüzələr, inanın ki, əmin olaraq, yəni möcüzələrə də inanırsınız. Lakin bəzinizin içində fırtınalar, alovlanmalar var. Başara bilmədiklərin, bəzi güvənsizliklər, anlaşdığın qərarlar, içinizdə qorxularınız, güvənsizlikləriniz, nədirsə son nöqtəsinə gəlib çıxırsınız. Bir imza ata biləcəksiniz. Yəni, artıq deyirsiniz ki, mən düşünmürəm, artıq mən yox. Qoy başqaları düşünsün, imzanı atırsınız. Bəlkə də qarşı tərəflər istəmədi dediyiniz insanlar ki var, siz yüksəldikcə onların endiyini görəcəksiniz. Böyük bir hesablaşma ola bilər. Boş danışanlara baxmayacaqsınız. Sevinç göz yaşınızda var. Maddi, mənəvi yoran oldu sizi həyatınızda. Şans verdiyin insanlar da oldu. Hər şeyin qərarını siz verəcəksiniz. Yəni, verdiyin qərar sizin ola biləcək. Sınaqlardan çıxa bilərsiniz. Ağlına bir fikir gələ bilər. Köçmələr ola biləcək. Çevrə dəyişikliklərinin, yer dəyişiklikləri ola biləcək. T hərfin elə bir bu həftə sonu xəbər gətirə bilər sizə, qaçaqovda ola bilərsiniz. Yollar, səyahətlər, planlar, çözmək istədiyin məsələlər də var. Həll edəcəksən bəzi məsələləri, sənət işində var, askıda qalan məsələləri həll edirsiniz. Önünüzü yavaş-yavaş özünüz açacaqsınız. Dördüncü gün bir sıxıntı ola bilər bəzinizə, bir durum var. İki işin arasında qala bilərsiniz. Ya maddiyatla bunu ödəyimmi, onu ödəyimmi, belə arada qalacaqsınız elə bir bəziniz. Balans saxlamaq istəyəcəksiniz. Dördüncü, beşinci gündə xərclərinizə diqqət edin. Unudula bilən məsələlər, durumları ola bilər. Maddiyatla əlaqəli biraz diqqət edin. Çevrəndən gedən işlərə fikir ver. Təmir işləri ola biləcək, xərcin çıxacaq. Yaxın, uzaq yolunuz var, görüşmələriniz var. Həftə sonu siz artıq rahatlaşmağa doğru gedəcəksiniz. Sizə çevrəndə aid olmayan insanlardan uzaqlaşacaqsınız. Ən çox səhhətinizə fikir verin. Əsəblərin sakit deyil bəzilərinizin. Gücünüzü səfərbər edərək, yəni artıq irəliyə baxacaqsınız, gələcəyə baxacaqsınız. Ayın 5-dən sonra əzizim, səyahət, gəzintilər ola bilər bəziləriniz üçün. 9-u gözəl məsələlər, yəni 9-undan 15-nə qədər gözəl bir məsələlər, enerjiniz güclənəcək. Amma xərcləriniz də çıxa biləcək. Düzdür, mən həftəlikdir, bu 9-u çıxdığına görə dedim əzizim. Elə bir ki, 15 gündən sonra biraz diqqət edin, diqqətli olun. Mane olmaq istəyənlər ola biləcək, aktiv olmaq istəyəcəksiniz. Elə bir ki, bu ay çoxunuza düşərli ola biləcək əzizim. Biraz çalışın, məsləhət verərdim ki, səssizlikdə gəzin. Yəni, rəfiqələrin, dostlarını yaxşı tanı, bəziləri maska taxıb üzünə, elə bir bəzi dost rəfiqələrin əzizim. Yəni, bu həm kişilərə, həm qadınlara aiddir əzizim. Biraz maliyyə tərəfdən, yəni, bəzi ani xərclər sizi sarsıda bilər. Yəni, hisslərin də boğma çalış. İfadə etmədikcə içinizə yığılıb sizi yoran bəzi məsələlər ola bilər. Yəni, bəzi seçimlərdən də qorxma. Çünki indi verdiyin qərar gələcəyini dəyişə bilər əzizim. Bax, əziz qoçlar, həyat sizə bir yol açır. Amma onu görmək üçün içini dinləməlisən, çalış. Ona görə, yəni, bu həftə əsas odur ki, görünməyən bağların qırılması, susduqların danışılması, yəni ruhunun dönüş bir nöqtəsi ola biləcək. Amma qorxma. Həqiqətən, çünki siz tək deyilsiniz. Sənin içində güclü bir alov var.
Bu alov da inanın sizə yol göstərəcək. Siz çox saf, düzgün, doğru yolu, yəni ola bilər. Deyərlər, indi çoxu deyir ki, əsəbidir, belədir, Qoç bürcü. Mən anlayıram, başa düşürəm. Əzizim, Qoç bürcülərində nə qədər əsəbi də olsa, hisslənsə də o hisslənir, gedir qıraqda onun peşmançılığını çəkir. Yəni hisslənir. Ürək saf, təmiz, yəni dürüst bir insansınız. Çalışın ki, sakitliyinizi bu həftədə qoruyun əzizlərim. Həftəniz çox uğurlu keçsin. Dinlədiyinizə görə, dəstək olduğunuza görə, gözəl, xoş sözlər yazdığınıza görə sağ olun, var olun əzizlərim.